Salam məni izləyənlər, xoş gördük sizləri. Mən bugün sizlərə ləvəncili qazet bişirəcəm. Qazetinə isti duz, su vurub qaynadıram. Onun ağzını bağlayıram, o bişməkdə olur. Mən keçirəm ləvəncini hazırlamağa. Ləvənci üçün 1 kiloqram soğan, 2 stəkan qoz götürmüşəm. Bunları maşından keçirəcəyəm. Soğanın suyunu tamamən çıxardıram. Biraz suyu qaldısa o acılıq verir. Soğanı çəkdim, bir kənara qoydum. İndi isə qoz çəkirəm, maşından keçirəm. Soğanın suyunu tamamən çıxarıram. Mən cunadan keçirmirəm, cuna mənə rahat deyil. Balaca torban var, sırf belə şeylər üçün mən onu istifadə edirəm. Bu daha rahatdır. Soğanı əlavə edirəm içərisinə. Acı suyunu təmiz çıxarıram. Soğanı çok rahat olur böyle bir torbada. Soğan suyunu çıxarmaq sizə də məsləhət görərdim. Cuna mənə rahat deyil. Tamam çıxarıldı suyu. Gördüğünüz şey soğan qurusu, quru yəni qalıbdı. Bunu da qeyd edim ki, mən alça turşusundan istifadə etmirəm, o çox turşu olur. Mən nar şərab tökəcəm içərisinə, 1 xörək qaşığı. Əvvəl soğanı əlavə edirəm qabın içərisinə, sonra çəkdiyim qozu. Qozunu həmişə biraz artıq eləyirəm, çünki onda daha dadlı olur. 1 xörək qaşığı nar şərab əlavə edirəm. Bəs eləyir, o baxır zevqə, siz bəlkə çox edə bilərsiniz. İstop duz əlavə edirəm üzərinə. Yaxşıca qarışdırıram. Çox ləzzətli olur, yəni məsləhət görərdim. Qaz ətini bir də belə hazırlayın. Mənim ləvəncim hazır. Bizim ləvəncimiz. Qaz ətin də bir tərəf öz qaynayıb, öz yağına düşür. Qızarandan sonra çevirib o biri üzərinə qızardıram. Ondan sonra üzərinə ləvəncini əlavə edirəm. Üzərinə ləvəncini əlavə edəndən sonra 200 qram mən buna su əlavə edirəm. Çünki bu suda ləvəncilər bişir, hamısının dadı qarışır bir-birinə. Onda daha dadlı olur. Qaz ətim tamam pişirdi. Ağzını bağlayıram, vamxodda bişirirəm. Mənim qaz ətli ləvəncim hazırdır.
Balaca kartoşkaları çok seviyorum. Diri-diri kızartmağı. Kartoşkaları soyuram. Biraz suda saxlayıram, kraxmalı çıxsın. Duru yağda kızardıram. Qazın böyründə bu da qəşəng, həm böyle görünüşə görə, həm dadına görə çox lezzetli olur bu da. Gördüğünüz kimi qəşəng kızarttım kartoşkaları. Ama ağzını bağlaya-bağlaya kızartıram ki, kartoşkaların içərisi yaxşı-yaxşı pişsin. Bu gün mənim yeməyim hazırdır. Bu kartoşka kızartmam, bu ləvəngili qazetim. Üzərini biraz göyərtdim, zövqə görə. Dolduyub tökürəm, kişnişlə şüb. Qəşəng olur. Yumuş olsun. Göz haqqınızı halal edin. Bəyənib abunə olsanız çox minnətdar olaram sizə. Göz haqqınızı bir daha deyirəm, halal edin.